Türkün deyəsən daşı bərk o sizin boş başınıza ağır gəlib, eşidəndə başlayırsınız sürünməyə. O yenə türk. Bizdən gəldi, Zəfər Baradamda xeyir işimizdə iştirak elədilər, sevincimizdə və şəhid oldular. Və Türkiyə, bir nəfər də Türkiyədən demədi ki, bu Azərbaycanla nə ki xeyir görmüşük. Dedilər, başımız sağ olsun. Şəhid ataları deyir. Bir oğlum elə istəyirdi şəhid olmaq. Yəni, mən bunu nəyə gətirdim? Baxın, Türkiyə, Türk dilinə, Türk milli kimliyinə, Türkiyəyə qanıb bozuqlar. Az dil uzadan. Ay, hər şeydən fürsət tapmayın. Yenə bizə qalan türkdür. Osmanlı, Anadolu türküdür. Biz özümüz də türkük. Dilimiz də türkdür. Lap sözlərimizin 50, 60, 99% ərəb fars dilindən də olsa bu dilimiz var, danışdığımız dil. Bu nə ərəb dilidir? Fonetikasından tutmuş qrammatikasına qarşı hər şeyinə qədər. Nə fars dilidir, nə Hindu dilidir, nə Azteklərin dilidir, nə Atropaten dilidir, türk dilidir. Sən o danışdığın da türk dilidir. Sən özün türk olmasan da qanun bozuq olsa da, məsəl üçün. Və Türkiyəyə məqam axtarıb o lji patriotluq elləri, yalancı vətənpərvərlik. Yəni bunu eləmək lazımdır. Bizə qalan yenə də Türkiyədir. Həmişə də bu olub.